Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Bugün sizlərlə oyunlaşdırma və oyun əsaslı öyrənmə haqqında danışacağıq. Oyunlaşdırma və oyun əsaslı öyrənmənin oxşar və fərqli xüsusiyyətlərinə toxunacaq. Oxşar xüsusiyyəti bundan ibarətdir ki, hər ikisi oyun vasitəsilə şagirdlərin öyrənməyə marağını stimullaşdırır. Yəni dərsə qarşı, öyrənmə prosesinə qarşı şagirdlərdə maraq oyadır. Bəs fərqli xüsusiyyəti nədir? Oyunlaşdırma oyun elementləri ilə tapşırıqların inteqrasiya edilməsidir. Yəni siz müxtəlif tapşırıqlar hazırlayan zaman oyun elementlərindən istifadə etməlisiniz. Nişanlardan istifadə edə bilərsiniz şagirdləri qiymətləndirmək üçün. Rəqəmlərin asan yolla öyrənilməsi üçün müxtəlif kartlardan istifadə edə bilərsiniz. Həmçinin hərfləri, rəngləri şagirdlərin öyrənməsi üçün müxtəlif oyun elementlərindən ibarət tapşırıqlar hazırlaya bilərsiniz. Burada təbii ki, müəllimin özünün də yaradıcı bacarığı olmalıdır. Oyun əsaslı öyrənmənin mahiyyəti nədir? Oyun əsaslı öyrənmədə isə təkcə tapşırıqları deyil, bütövlükdə öyrənmə prosesi oyun əsasında qurulur, yəni oyun şəklində təşkil edilir. Burada müxtəlif səhnəciklərdən istifadə etmək olar, rollu oyunlardan istifadə etmək olar, yəni bütövlükdə dərs prosesi oyun şəklində təşkil olunur. Bircə məqamı unutmuruq ki, bəzən belə başa düşürük ki, həm təlimdə oyunlaşdırmadan, həm oyun əsaslı öyrənmədən istifadə edəndə əsas məqsəd şagirdlərin əylənməsidir, oyun oynamasıdır. Təbii ki, bu belə deyil. Əsas məqsəd şagirdlərin təlim nəticəsində nəzərdə tutulan bilik və bacarıqlara nail olmasıdır. Yəni onlar oyun oynayaraq, əylənərək təlim nəticələrinə nail olurlar. Yəni biz oyunlardan istifadə edən zaman, həm tapşırıqlarda oyun elementlərindən istifadə edən zaman, həm də bütövlükdə təlimi oyun şəklində təşkil edən zaman təlim nəticəsinə diqqət yetirməliyik. Təlim nəticəsində nəzərdə tutulan bilik və bacarıqlara əsasən təşkil edilməlidir.